Hər kəsə salam. RFO 2017-ci il AYG-dən 2-ci və 4-cü sualların, 5-ci sualların birlikdə həllinə baxaq. Və bu həlli də drive kimi paylaşacağam. Deyək ki, hər bir natural n böyükdür bir ədədi üçün f-in də n ədədi və deməli onun birdən böyük ən kiçik natural böləninin deyir cəmini işarə edək. Kompüter növbə ilə f2 F3 F4 sonsuz ardıcıllığındakı ədədləri çap edir. 2015-2016 ədədlərinin hər birinə bu sonsuz ədədlər ardıcıllığı neçə dəfə rast gəlinə bilər? Fikrinizi əsaslandırın. Deməli, burada yaza bilərik ki, fn bərabərdir n plus p kimi. Burada p sadədir, yəni bilirik ki, birdən kiçik, ya birdən böyük ən kiçik sadə bölən deyirsə, yəni bu mütləq sadə olacaqdır. Ona görə mən bunu n plus p şəklində yaza bilirəm. Burada gəlin n-i düz götürək. N düz götürsək, f-in mütləq n plus 2 olacaqdır. Çünki bütün cüt ədədlərin birdən sonraki, deməli, ən kiçik böləni 2-dir. Bunu n plus 2 kimi yaza bilərik. Baxın, burada 2 nədir? Düzdür. N də cüt olduğuna görə bu cəm cüt olacaqdır. Yəni, bu düzdür. İndi sonra ikinci ehtimalda n-i tək götürək. Bu zaman f-in bərabər olar n plus p-yə. İndi burada n təkdir, p də burada olacaq tək və bu da olacaq cüt. Deməli, bu da cütdür. Deməli, hər iki halda n təkdə götürsək, cütdə götürsək, cəmi cüt alırıq. Yəni, f-in hər iki halda cütdür. Deməli, 2015 ədədinə biz heç cür rast gələ bilmərik. Yəni, 2015-ə rast gəlmərik. İndi baxırıq ikinci hala ki, 2016-ya biz neçə dəfə rast gələ bilərik. Gəlin onu araşdıraq. İndi bəs 2016. İndi 2016-ya neçə dəfə rast gələ bilərik, ona baxırıq. Dedik ki, fn bərabərdir n plus p-yə. Burada deməli n p-nin hər hansı bir misidir. Bunu pk şəklində yaza bilərik. Gətiririk bunu burada yerinə qoyuruq. Fn bərabər olur pk üzərinə gəlsin p-yə. Bu da bərabərdir. P-ni ortaq çıxarsaq k plus 1-ə. K plus 1-ə. İndi 2016-nı gəlin vuruqlara ayıraq. 2016 deməli 2 üstü 5 vurulsun üstü 2 vurulsun 7 deməkdir. Deməli, P burada dedik ki, baxın burada dedik, P1 sadə ədəddir. P1 sadə ədəd olduğuna görə, deməli, P ya 2 olacaqdır, ya deməli 3 olacaqdır, ya da ki 7 olacaqdır. Yəni, bu 3 şərtdən biri nə olmalıdır? Ödənməlidir. Deməli, bunu gətirib biz yerinə qoysaq, cəmləri F-n, yəni 2016 eləməlidir. N buradan 2014 çıxar, həqiqətən də ən kiçik bölən 2-dir. Burada qoysaq n 2013 çıxar, həqiqətən 2-yə bölünmür, ən kiçik 3-dür. Burada da qoysaq necə çıxar? 2009, həqiqətən nə 2-yə, nə 3-ə bölünmür, nə 5-ə, nə 4-ə, nə də 6-ya, 7-yə bölünmür. Deməli, bu hallar mümkün olacaqdır. Yəni, biz dedik ki, 2015-ə rast gəlmirik, 2016-ya isə 3 halda rast gəldik və bu 3 halda bunlardır. Bu, deməli, ikinci sualın həlli idi. Keçək 5-ci suala. Deyək, ilkin olaraq lövhədə x3 ədədi yazılmışdır. Hər gedişdə lövhədəki x ədədini silib, onu ya 2x plus 4, ya 3x plus 8, ya da ki, x kvadrat üzərinə gəlsin 5x şəklində yazırıq. Ola bilərmi ki, bir neçə gedişdən sonra bu ədədi alaq, cavabımızı riyazi olaraq əsaslandırmalıyıq. X-in yerinə 3 qoysaq, baxın, birinci ehtimalda 10 ola bilərik. İkincidə yerinə qoysaq 9 üzərinə gəlsin 8, 17. Sonunuzda da 9 üzərinə gəlsin 15, 24. İndi burada məntiqi görə bilmərik. Görə bilərik də, amma gəlin yazaq. 10 qoysaq, deməli, birincidə 24, 38, 100 ilə də 50, 150. İndi burada baxsaq görərik ki, bunların hamısı 7-nin misli üzərinə gəlsin 3 şəklindədir. Baxın, 7 vuraq 0 üzərinə gəlsin 3, vuraq 1, vuraq 2, vuraq 3. Belə görəcəyik ki, davam edir. Yəni, qısaca desək ki, bu ədəd hər hansı bir x ədədi olsun. X ədədi mod 7-də 3 qalığını verir. Yəni, biz bunu tapmış olduq. İndi x ədədi mod 7-də 3 qalığını verir. Can görək, həqiqətən baxın, bu 2x plus 4, 3x plus 8, x kvadrat üzərinə gəlsin 5x. Bunlar da bu qalıqları verirmi? İndi baxıram 2x plus 4-ə. Baxın, bu 3 qalığını verirdi. 6 üzərinə gəlsin 4, 10. 10 da mod 7-də 3 qalığını həqiqətən də verir. Sonra mən baxıram digər ədədə oldu 3x plus 8. 3x plus 8 də burada yenə 3 qoysaq 17. O da həqiqətən mod 7-də 3 qalığını verir. Sonra digərinə baxırıq ki, x kvadrat üzərinə gəlsin 5x. 3 üzərinə gəlsin, deməli, neçə edir? Deməli, 3 yox, 9 üzərinə gəlsin 15, 24. 24 də həqiqətən mod 7-də 3 qalığını verir. Deməli, həqiqətən bütün hallarda biz gördük ki, bu ödənir. Deməli, bizim ədədimiz ilkin olaraq mod 7-də 3 qalığını verməlidir. İndi can görək, bizdən soruşulan ədəd də həqiqətən mod 7-də 3 qalığını verir. Biz onu araşdırmalıyıq bir yerdə. Ədədə baxaq nə idi? 20 üstü 17 üzərinə gəlsin 2016. 2016 bərabərdir x mod 7-də. Baxsaq görərik ki, bu ədəd tam bölünür, yəni bu 0 qalığını verir. İndi bunu araşdırmalıyıq. Bu da mənfi 1 üstü 7 verir. Yəni, bu da nə deməkdir? Mənfi 1 mod 7 deməkdir. Yəni, bunun yerinə 6 da qoya bilərsiniz. Amma biz də dedik ki, bu ola bilməz. Mütləq x 3 qalığını verməlidir. Deməli, şərtimiz, yox, cavabımız odur ki, ola bilməz. Bu da bunların izahı.